Əziz izləyicilər, yeni bir həyət evinin təqdimatına gəlmişik. Xırdalanın mərkəzində yerləşir ev. Yəni kənd Xırdalanında icra hakimiyyətinə yaxın, Svetovora yaxın, Masajın Kurğuna yaxın belə bir həyət evidir. Bu giriş qapısıdır. Bu əl qapısıdır, piyada qapısı. Bu həyətdə olan bir obyektdir. Çölə qapısı var. Əvvəl gözəllik salonu kimi istifadə olunub, hal-hazırda boşdur. Evin görünüşü belədir. Üzüm çardağı da yığılıb. Kifayət qədər geniş bir ərazisi var, həyəti var. Hələ arxada da bir həyəti var. Bu həyət sanuzelidir. Nəzərinizə çatdırım ki, içəridə də sanuzel var. Evin çöl görünüşü şəxsi tikilidir. Tamet daşla döşənib, burada güllər əkilib. Burada da pilləkəndən evə daxil olmaq. İndi evə daxil olaq və onun təqdimatını eləyək. Girişdə böyük bir zal. Kifayət qədər işıqlıdır. Pəncərələr var, həyətinə baxır. Bu böyük bir qonaq otağı girişdə. Sonra dəhliz hissəsinə keçirik və yataq otaqlarını təqdim edeyim. Bu bir yataq otağı. Arkada da balaca həyəti var, qarşıda da həyət var, arxada da onun giriş qapısı başqadır. Bura maşın salmaq olur. Toyuq cücə saxlamaq üçün ideal yerdir. Burada da güllər, ağaclar əkilib görürsünüz. Nəzərinizə çatdırın. Əl gəzdirmək lazımdır evə, amma əl gəzdirmədən sonra super bir ev alınır. Polu taxtadır. Bunu şilifovka eləyib laklatmaq olar. Burada ikinci yataq otağını təqdim edirəm. Bu dediyim həyətə ikinci pəncərədən baxış. Burada əldamı kimi tikilib, hin kimi istifadə eləmək olar. İki otağı təqdim elədik, yataq otağı. Bu da üçüncü yataq otağı. Bu evin mətbəxi. Nəzərinizə çatdırım, ev kupçalıdır. 2 sot torpaqdadır. 80 kvadratdan yuxarı bir evdir, 4 otaqlı. Qiymət, start qiymət 95.000 manata təqdim olunur. İdeal variantdır. Yəni belə geniş ev tapmaq çətindir. Kombi sistemi də var. Allah alana da, satana da xeyir versin. Diqqətinizə görə təşəkkür edirəm.